İstedadların yarışı Solo Star. Xoş gördük sizin hər birinizi, mənim əzizlərim, dəyərli televiziya tamaşaçıları, MTV Azərbaycanın daimi izləyiciləri, əhval-ruhiyyəniz inanıram ki, gözəldir. Gözəl bir bayramdan sonra sizinlə ilk gündür görüşürük. Yaxşıca bilirəm ki, istirahət etmişsiniz. Gözəl doğmalarınızla bir arada olmusunuz, sevdiklərinizlə bir arada olmusunuz. Hər kəsin günü inşallah ki, xoş keçsin və biz də yenidən sizin xidmətinizdə, sizin huzurunuzda işimizə davam edirik. MTV Azərbaycan kollektivi olaraq. Bəli, biz bu ərəfələrdə bayramdan öncə bilirsiniz ki, Solo Star 2 yarışına möhtəşəm bir sonluq verdik. Bəli, biz qalibimizi seçdik. Daha doğrusu, qalibimizi siz dəyərli tamaşaçılar seçdiniz. Aydanı ürəkdən təbrik edirik. Aydan Əliyeva 5 aydır MTV Azərbaycanda davam edən Solo Star 2 yarışının qalibi oldu. Və mən Aydan hər zaman burada studiyada olanda ümumiyyətlə bu məsələyə toxunmurdum. Amma bugün Aydan burada yoxdur, bunu demək istəyirəm əziz tamaşaçılarımız. Aydan bizim yarış iştirakçılarının arasında, bax bura gələndə, MTV Azərbaycana gələndə bizə söylədilər ki, Aydan sağlamlıq imkanları məhdud bir gəncimizdir. Aydanın görmə problemi vardı, görmə məhdudiyyətlidir. Və biz həm münsiflər heyəti, həm yaradıcı heyət çalışdıq ki, Aydan seçilsin, seçim turunda iştirak etsin. Çünki biz hər zaman dövlətimiz tərəfindən də görürük ki, sağlamlıq imkanları məhdud olan gənclərimizə hər zaman yer verilir. Və biz o 20 nəfər gəncin, istedadlı gəncin arasında Aydanı da görmək istədik. Və daha sonra Aydanın həyat hekayəsi ilə yaxından tanış olduq və o arıq bir, belə deyim, zərif bir qızcığaz nə qədər keşməkeşli bir həyat yaşamışdı. Aydanın çox erkən yaşlarda ailə qurmuşdu, daha sonra Aydanın ailəsində problemlər yaranmışdı və daha sonra Aydan çox faciəvi bir hadisə ilə üz-üzə qalmışdı. Aydanın, sən demə, 7 yaşlı bir qızı dünyasını dəyişmişdi, özü də faciəvi şəkildə. Biz bu haqda heç vaxt bu 5 ay müddətində proqramımızda danışmadıq. Çünki Aydanın yanında bunu danışmaq da istəmədik. Amma inandırım sizi ki, əziz tamaşaçılarımız, mən sizə o qədər təşəkkür etmək istəyirəm. Bilirsiniz niyə? Siz Aydanı qalib etməklə sanki ona ikinci dəfə həyat bəxş elədiniz.
O qədər faciəli, o qədər keşməkeşli bir həyatın içərisindən bura gəlmişdi. O sanki son ümid yeri olaraq bir şans, bir uğur, bir dəfə də dəniyim görüm nə olacaq deyib MTV Azərbaycanın qapısını açmışdı və siz tamaşaçılar, siz mərhəmətli, siz uzaq görən, siz gənclərə hər zaman dəstək olan və sizin ürəyi geniş o tamaşaçılarımız Aydanı qalib etdiniz. Aydana ikinci həyatı bəxş etdiniz. Bundan sonra Aydanın həyatı mənə elə gəlir ki, %80 dəyişəcək. Çünki o sizin sevginizi, sizin dəstəyinizi, sizin alqışınızı hiss etdi. Bilirsiniz, siz ona göndərdiyiniz SMS-lərlə bir gənci və həyatı paramparça olmuş bir gənci yenidən həyata döndərdiniz. Mən buna görə sizə təşəkkür etmək istəyirəm. Var olun, dəyərli Azərbaycan tamaşaçıları, sizi öpürəm, bağrıma basıram, bax bu alqışlar sizindir. Dəyərli Nuranə xanım, dəyərli MTV rəhbərliyi, mən öz növbəmdə sizə təşəkkürümü bildirmək istəyirəm. Çünki MTV olmasaydı, siz olmasaydı, sizin layihəniz olmasaydı, Aydan kimi neçə gənclərimiz var ki, oradan da həyatdan zərbə almış və özünə qapanıb evdə otururlar. Aydan bugün də bizi izləyir və mənim mənəvi qızımdır, bilirsiniz, siz onu mənə bəxş eləmişsiniz MTV olaraq, Nuranə Gülər olaraq və mən sevinirəm, onun qalibiyyəti mənim qalibiyyətim, çünki mənim qrupumda idi Aydan və hər tərəfi dəstək oldunuz Aydana. Aydan deyir ki, mən hər şeyimi unutdum Elxan müəllim. Bugün bax zəngləşmişik, deyir ki, mən hər şeyi unutdum və deyirəm, sən mütəmadiyyən inşallah Nuranə xanımın qonağı olacaqsan və təbii ki, Nuranə xanımı sevən digər aparıcıları səni verişlərinə dəvət edir. Çünki yeganə təskinliyi tapdığı solistlardır Aydanın və Nuranə Gülərdir. Yaxşı ki, varsınız. Və əziz tamaşaçılarımız, mən inanıram ki, Solostar 3 adına bura MTV Azərbaycana müraciət edən gənclərimiz də məhz həyatının uğurunu, həyatının şansını məhz burada, bu studiyada, bu televiziyada tapacaq və bu günləri heç vaxt unutmayacaq, yaddan çıxarmayacaq. Müziflər heyətimizi gəlin sizinlə bərabər salamlayaq, əziz tamaşaçılarımız. Elxan Qaraxanoğlu, bizim sevimlimiz. Əhsən müəllimi salamlamaq istəyirəm, bizim dəyərli sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Bakı Xoreografiya Akademiyasının Musiqi Sənəti Kafedrasının müdürü, xanəndə. Xoş gəlmişsiniz Əhsən müəllim. Şaiq İbayevi salamlayaq, əziz tamaşaçılarımız, xanəndə və Şaiq müəllim də eyni zamanda Xanşunski adına Ağdam Muğam Məktəbinin xanəndəlik sinifinin müəllimidir. Xoş gəlmişsiniz. Elçin müəllimi salamlayaq, əziz tamaşaçılarımız. Elçin müəllim bizim hörmətli aktyorumuz, rejissorumuz, Akademik Musiqili Teatrın aparıcı aktyorlarından. Hər biriniz xoş gəlmişsiniz, hər birinizi salamlayıram və bugün studiyamızda yenə gənclərimiz var. Əslində biz yaş məhdudiyyəti qoymamışıq, amma söhbət səhnədən gedirsə, səhnə bir şarm sevir, səhnə bir yaraşıq sevir, səhnə gəncliyi sevir. O yüzden elə bizə müraciət edənlərin də hər biri çox yaraşıqlı gənclərdir, mən deyərdim. Uğur olsun hər birinizə, yolunuz açıq olsun. İnanıram ki, yarışın qalibi oldunuz, olmadınız. Əsas odur ki, bu yolu keçəcəksiniz və bu yol çox gözəl bir yoldur. Özünüzü bir alqışlayın. Və hörmətli münsiflər, nə deyirsiniz? Seçim turuna başlayaq mı? Axşamınız xeyir olsun Nuranə xanım. Mən də salamlayıram ekran qarşısında əyləşən tamaşaçılarımızı, qonaqlarımızı və dəyərli münsiflərimizi. Deməli, belə deyim də, bir balaca haşiyə çıxım da mövzudan. Deməli, Soloslar birdən sonra biz 2-yə başlayanda biraz ara vermişdik də, belə deyək. Bəli. Amma göründü ki, yəni tamaşaçılar da bunu sübut elədi ki, bu Soloslar yarışması Respublikaya böyük bir əks-səda yaradıb, bəli. Böyük bir səs-səda yaradıb. Çünki hər, belə deyək, kanalda hər yarışma da belə səs-küyə səbəb olmur. Və artıq biz Soloslar üçün, belə deyək, startını veririk. Çox-çox xeyirli olsun. Və bir daha da münsiflərə də iştirakçılara da uğurlar arzulayıram. Xeyirli olsun. Buyurun Əhsən müəllim, buyurun. Çox sağ olun Nuranə xanım. Təşəkkür edirəm. Məni də bu gözəl solostlara dəvət etmişsiniz. Mən birinci səfərdir bura dəvət almışam. Axarlı olsun. Üçüncü gedir, inşallah axarlı olar. Mən də təbrik edirəm bütün iştirakçıları və sizləri. İnşallah start verməyimizin vaxtı çatır. Təşəkkür, xeyirli olsun. Buyurun Elçin müəllim. Nuranə xanım, Elxan müəllimin dediyi kimi, mən ilk növbədə sizə və MTV rəhbərliyinə doğrudan da doğru minnətdarlığımı bildirirəm ki, belə istedadlı gəncləri xalqımıza tanıtdırırsınız. Bu özü ən böyük xeyirxahlıqdır. Var olasınız, layihəniz də daimi, davamlı olsun inşallah.
İştirak edən gənclərə də uğurlar arzulayıram. Nə deyə bilərəm ki, hələ heç birindən xəbərimiz yoxdur, kim necə oxuyacaq. Amma bir şey sizə xatırladım ki, hazır olun. Özdə çox ciddi tənqidlərə hazır olun. Hər tərəfli hazır olun ki, yəni birdən oxudum, ay xətrimə dəydi, söhbətini eləməyin. Bura səhnədir, səhnəyə atılmağa gəlmişsiniz. Böyük tamaşaçı kütləsi sizi izləyir. Ona görə də biraz məsuliyyət və ciddiliyi nəzərə alın. Çox gözəl. Xahiş edirəm, hamınıza da uğurlar arzulayıram. Təşəkkürlər. Mən belə deyərdim ki, burada bizim bir xanım qızımız var, Hülya Əzizova. Bir dənə xanım qızımız var burada. Əslində seçim turuna müraciət edən çoxlu sayda xanımlarımız var və bugün biz ilk olaraq bu gənclərin arasında yalnız Hülyanı görürük. Hülya, buyur, xeyirli olsun, uğurlu olsun. Solostar 3 yarışında seçim turlarına başladıq əziz tamaşaçılarımız və ilk bizim, belə deyim, seçim turlarına qatılan iştirakçımız Hülya Əzizovadır. Mən deyərdim ki, Nurani xanım, ilk olaraq Hülya oxumağa can atır. Tanıyardıq Hülyanı. Aha. Kimdir, nəçidir, harada doğulub, neçə Digər yaşı var? mikrofonu zəhmət olmasa ötürək. Hülya, buyur. Aha. Buyurun. Buyurun, buyurun. Əzizova Hülya. Bəli. Əzizova Hülya. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Aha. İxtisasımın adı populyar musiqi və caz ifaçılığı, estradadır. Aha. Müəlliməmin 23 yaşım var. Hülya, nədən məhz solostar və nədən müğənnilik? Bilmirəm, əslində gözümü açandan musiqi ilə məşğul olmuşam. 4 yaşımdan piano çalmağa başlamışam. Sonra 8 yaşımdan Abşeron rayonu 11 illik tam orta musiqi məktəbində 7 illik fortepiano dərs almışam. Orada xora məni çağırdılar. Sonra dedilər ki, bəs səsim var, gəl. Həm orada rəqsədə gedirdim. Xora. Xora, aha. Xorda orada Günel xanım var idi. Klassik vokal oxuyurdu, səhv eləmirəmsə. Sonra Qasım müəllim var idi muğam sinifində. O mənə dedi ki, bəs oxu. 7-ci sinif, 8-ci sinif muğam dərsləri almışam. Sadəcə sonradan universitetə girəndə... Ay, maşallah. Deməli, qarşımızda hər tərəfli bir istedadlı gəncimiz Və var. Hülya xanım çox gözəldir. Çox gözəl səhnəyə yaraşır. Yəni, səhnəyə yaraşandır, bəli. Amma sonradan səsim mənim bir ara batdı. 3 ay yarım danışmamışam. Ona görə Hara getmişdi səndən xəbərsiz? səhv texnika, pasnovkam düzgün Müəllimimiz kim qoymadılar. olub İncəsənət Universitetində? Səidə Şərfəliyeva. Universitetdən qabaq batıb səsim. 3 ay yarım danışmamışam mən. Ona görə biraz artıq əvvəl kimi muğam oxuya bilmirəm. Buyurun. Xan müəllim, qulaq asaq mı? Musiqisiz ilk olaraq yəqin. Siz bir ifa göstərin, ondan sonra musiqi. Hülyacığım, deyirsiniz ki, təhsil almışsınız, musiqi təhsili almışsınız. Akapella deyilən bir anlam var. Akapella oxuyun, sonra inşallah musiqi ilə davam eləyək, olarmı? Ezza İbrahimova, sən yadıma düşəndə. Gül açar dünya güler, aleme nur döküler. Sen yadıma düşende. Akapella. Gül açar dünya güler, aleme nur döküler. Sen yadıma düşende. Gece olsa, gece olsa ay çıkar, ay çıkar. Karanlıklar çekiler, karanlıklar çekiler. Gece olsa, gece olsa ay çıkar, ay çıkar. Karanlıklar çekiler, karanlıklar çekiler. Günalar gündüz olar, gündüz olar. Şefek giyer düz dünya. Bir dünya mı kavuşar, dünya mı kavuşar. Sevinç dolu yüz dünya. Gün olar, gündüz olar, gündüz olar. Şefek giyer düz dünya. Bu səfər musiqi ilə oxu. Xalq musiqisi də oxusan alınar.
çoxdan da oxumursunuz, çünki səsinizdə biraz qaçmalar oldu və ana xəttdən çıxdınız. O yüzden istəyirəm ki, amma möhtəşəm səsiniz var. Həzin sopranoda, amma o səsdən qaçmalar oldu, biraz detone deyirlər Türkiyədə. Həyəcanlıdır. Hülya həyəcanlıdır. Amma gözəlliyiniz hər şey örtbasdır edər. Çox həyəcanlıdır. Çox. Aha, sonra münsiflər nəyi oxusun? Hülya. Xalq musiqisindən dedilər. Səs tanıyırsınız səndə? Aman xana xana, evləri var aman xana xana. Mən kül oldum aman aman yana yana. Mən kül oldum aman aman yana yana. Yaylağın yanı buta. Yaylağının yanı buta. Məni saldın ayaman ayaman yanar oda. Məni saldın ayaman ayaman yanar oda. Saldın ayaman ayaman yanar oda. Məni saldın ayaman ayaman yanar oda. Hülya, bir kısa, bir oynaq, bir ritmik bir nəsə oxu. Fərq eləmir. Oynaq, ritmik olsun da, ritmik bir parça. Aha. Bahçamın her yanı her üzümdür balızım. Süfrene bu üzümden sevgilim ben düzüm. Sen senin yar benim her sözüm. Sen senin yar benim her sözüm. Gel seni gözler bu bağlar gel. Üzümü dermişim dillar gel. Yolunu gözlerime yar gel. Gel seni gözler bu bağlar gel. Üzümü dermişim dillar gel. Yolunu gözlerime yar gel. Silə qalxma. Kifayətdir, əyləşə bilərsin. Həyəcanlı. Sizin səsiniz ən çox. Aha. Əyləş, hər şey. Aha. Yəni Elxan müəllim. Mikrofonla zəhmət olmasa danışın. Aha. Mən bayaq qeyd elədim ki, dərhal ağzını açan kimi istədim ki, Hülya çoxdan da oxumur və təbii ki, birisi də işləməyən dəmirdir, pas atır. Amma məşğul olacaq, hədəfi düzgündür, düzgün seçim eləyib, solistlara gəlib. İndi kimləri seçəcəksə buradan münsiflər heyətindən səninlə dəhşət məşğul olmaq lazımdır Hülya. Çünki səsdə qaçmalar var, biləm ki, o həyəcandan O artıq ihtiyacdan. bir İsmailisi də, mənim fikrimcə. Bəli. Qalib olmaq istəyənlər mənim komandama gəlirlər. Əla. Əla. Əziz tamaşaçılarımız, reklamlardan sonra solistlarda görüşürük. Davam edirik, əziz tamaşaçılarımız. Solo Star 3 yarışının seçim turuna artıq başlamışıq. Gənclərimiz tək-tək həm sizin qarşınızda, həm də çox hörmətli münsiflərin qarşısında öz istedadlarını nümayiş etdirirlər. Siz də əgər istedadınıza güvənirsinizsə, qeydiyyatdan keçə bilərsiniz. Telefon nömrəsini diqqətinizə çatdırıram. 051-589-29-43 nömrəsi ilə əlaqə saxlayın. Bu arada mən Uşaq İnkişaf Mərkəzi haqqında sizə məlumat vermək istəyirəm. Əziz valideynlər, əgər övladınızda hər hansı bir nevroloji problem varsa və yaxud sadalayacağım simptomları övladınızda hiss edirsinizsə, məsələn, yaşıtlarından geri qalır, nitqində problem var, hələ də kəlmələri, sözləri demir, ümumiyyətlə cümlə qurmur, sizinlə göz təması yoxdur, siz onun adını səsləyib çağıranda əhəmiyyət vermir, yalnız oyuncaqlarının arasında bir oyuncaqla oynayır
dairəvi hardasa hərəkət edən bir əşya varsa, məsələn, paltar yuyan maşın, evdə hər hansı bir saat və yaxud dairəvi çevrə şəklində olan oyuncaqlar, yalnız o oyuncaqların, o əşyaların qarşısında oturur. Bax, belə olan halda demək ki, artıq sizin övladınızda autizm simptomları özünü göstərir. Təcili olaraq mütəxəssislərə müraciət etməyin zamanıdır. Mütəxəssislər söyləyirlər ki, bu simptomlarla əgər az yaşında uşaqların müalicəsinə başlanarsa, çox gözəl müsbət nəticələr əldə etmək olar. Amma valideynlər çox vaxt əhəmiyyət vermirlər və fikirləşirlər ki, ötəcək, keçəcək və uşaq gəlir 9, 10, hətta 14, 15 yaşına çatır. Bax, bu yaşdan sonra müalicələr əksər hallarda istənilən nəticəni vermir. Uşaq İnkişaf Mərkəzi bütün dünyada məşhur olan və 20 ildən artıq fəaliyyət göstərən Ber David Mərkəzinin Bakıda açılan filialıdır. Filialın rəhbərləri, təsisçiləri David Eyxel və Yosifa Eyxel hər ikisi Azərbaycandadır, hal-hazırda Azərbaycandadır və sizin övladınızın müayinəsini, müalicəsini özləri edə bilərlər. Sözsüz ki, bu mütəxəssislərlə yanaşı mərkəzdə, Uşaq İnkişaf Mərkəzində dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn çox adlı sanlı mütəxəssislər də var. Telefon nömrəsini ekranlarda görürsünüz. Mən bir daha diqqətinizə çatdırmaq istəyirəm. 055 627 37 70 bu telefonla əlaqə saxlayırsınız və şəxsən mənim adımdan, bizim proqramımızın adından müraciət edən bütün valideynlərə və uşaqlara xüsusi endirimlər olacaq. Həm müayinələrə, həm də müalicələrə. Allah bütün balalarımıza şəfa versin, balalar xəstələnməsin, amma xəstəlik varsa onun müalicəsi də var. Belə, mənim əzizlərim, davam edirik. Ürəkli olan kimdir? Vüsal kim var burada? Vüsal. Başlayaq mı sizdən? Hə? Hülyadan sonra keçid Allah sizə. Buyurun zəhmət olmasa. Vüsal Aslanlı. Vüsal Aslanlını yaxından tanıyaq. Əziz tamaşaçılarımız. Salamlayıram hər-birinizi. Dəyərli münsif heyətçisi də salamlayıram. Vüsal Aslanlı, 23 yaşım var. Azərbaycan Dövlət İqtisad Universitetinin sonuncu kurs tələbəsiyəm. Vüsal, mən adətən hamıya bu sualı verirəm. İqtisad Niyə məhz müğənnilik, niyə? Bəs iqtisadçılıq harada qaldı? Musiqiyə uşaq vaxtından həvəsim olub. Rəhmətli Ələkbər əmi bizim dəyərli əməkdar artistimiz. Onun sayəsində bu musiqiyə həvəs yaranıb məndə. Onunla bir yerdə işləmişik Kukla teatrında. Teatrda işləmişsiniz? Bəli, Kukla teatrında. Teatrda işləmişsiniz? Hər birimiz bir çiçək adlı bir veriliş var. Bəli, o verilişdə özüm uşaq vaxtı, bəli. Aha, neçə yaşınız vardı onda? 3 yaşım falan. Deyirəm də, bu Çünki elə xatırlayır. Ələkbər əmi gör neçə il Mən Ələkbər əmi uşaq vaxtı klip falan çıxartdı. Yəni sən o vaxtları yaxşı xatırlayırsansa, deməli artıq müğənni olmaq üçün də özünü hazır bilirsən, hə? Niyə musiqiyə getməmsən bə müğənni? Musiqi sadəcə məndə bir həvəs Vüsal, oldu. siz aktyorsunuz, Xeyr. kukla aktyorusunuz. İqtisad Universiteti maliyyə Mən oxuyuram. heç kukla teatrında işləmişəm. Ələkbər əmi ilə bir yerdə. Niyə mikrofon dirirsiniz Kənəvzə? Bəli. Niyə Kənəvzə dirirsiniz mikrofonu? Belə danışmaq olar da yəqin ki. Səs Olar. daha Mən sizə eşitmirəm siz Səsə danışanda. görə. Belə oxuyacaqsınız bu səslə? mikrofonda. Eşitmirəm sizin danışığınızı. Necə? Danışığınızı, tələffüzünüzü dəqiqləşdirə bilmirəm nə deyirsiniz. Buyurun. Danışın, özünüz haqqında məlumat verin. İqtisad Universitetində maliyyə Aha. üzrə oxuyuram. İqtisad Universitetində Maliyyə Fakültəsini elə ki davam elətdirirsiniz. Bəli. Hal-hazırda təhsilinizi davam etdirirsiniz. Bəli. Aha, bitirməmisiniz. Sonuncu kurs. Bəli. 4-cü kursuz. Müəllimlər sizi görəcəklər. Aha, bizim İqtisad Universitetinin tələbəsi Solostar yarışına gedib. SMS-lər göndərəcəklər oradan. İqtisadçılar. İqtisadçılar. Özü Maliyyə Fakültəsi. Ümumiyyətlə, sənin xoşladığın janr hansı janrda? Hansı janrda daha üstünlük verirsən? Muğam, xalq, ya belə xeyr, estrada? muğam janrında oxumuram. Əsasən rock janrında oxuyuram. Oho. Maraqlı. Bəs hardasa oxumusunuz heç bu vaxta Mən qədər? səhnələr alıram. Necə? Səhnələr alıram. Qrupum var, rock qrupum. Rock qrupunuz var. Hətta. Aha, hətta. Gözəl, Neçənci gözəl. qrupunuz var? Qrupumu təzə yaratmışam, amma yəni səhnələrə çoxdandır səhnə alıram.
Səhnə alıram nə demək? Yəni o nə deməkdir? Səhnə çıxışlar Olur, müxtəlif məkanlarda. Bəli, Bax, onu mən məkanlarda irad çıxışlar. bildirəm. Uşaq baxır, mən də qınayacaq. Dəqiq və səlis deyin sözlərinizi. Biz bölürsünüz, Utanma, Vüsal. təkrarən soruşuruq sizdən. Vüsal rock qrupu var. Müxtəlif məkanlarında, gecə klublarında, restoranlarda, yəni deyim ki, ziyafətlər olan Sənin yerlərdə səhnə tərcüməçidən alır. minnətdarlığımı bildirir. Tərcüməçi işləyə Neçə bilər. nəfərdir o qrup? 5 nəfər. Həyəcanlandı. 5 nəfər. Aha, məsələn siz oxuyursunuz, Mən digərləri nə edir? vokalist, 4 nəfər. Dramistimiz var, drummerımız. Bir dənə ritm gitar, bir dənə bas gitar, bir dənə də elektro Mən inanıram solo ki, siz əgər gitar. müsabiqəyə qatılsaz, seçilsəz, gələcək turları Nurani xanımdan xahiş eləsək, o qrupu gətirə bilərsiniz bura. Bəli, Biz gətirəcəyik. özümüzü yoxlayıq. nə olar? Misal, o qrupdakı o 5 nəfərin hamısı İqtisadiyyat Universitetinin tələbələridir. Xeyr. Onlar da digər universitetlər. Drummer tələbə deyil, amma digərləri tələbədir. Müxtəlif Tələbədirlər. məslək adamları yığışmısınız bir ideya ətrafında. Yəni Bəli, belə bəli. deyək. Ha, çox maraqlıdır. Bax, uşaqların musiqiyə həvəsi var, Çox sevgisi gözəldir var. Nurani xanım, niyə də olmasın? Vüsal, buyur əzizim, buyur istedadını da göstər. Buyur. İlklər üçün. Bu deniz unudu derdi serini, köksünde həsrəti batar başvura. Alıp ellerimden ümidlerimi, çırpar qayalara, çırpar daşlara. Yüreğim yanar, kalbim odlanar. Senin yolunu gözledim yaman, gözledim yaman. Yüreğim yanar, kalbim odlanar. Senin yolunu gözledim yaman, gözledim yaman. Buyur. Sonra Başqa bir mahnı, başqa nəsə. Digər başqa bir musiqi. Hansısa janrda Əhsən müəllim, nəsə başqa xalq janrında, yəni xalq musiqisindən. Xalq musiqindən bilirsənmi bir şey? Bilirsən? İndi günahını səndədir. Günah bizdədir hələlik. Aha, əziz tamaşaçılarımız, qarşınızda İqtisad Universitetinin tələbəsi var, 4-cü kurs tələbəsidir və Soloslar istedadlar yarışına qatılıb, uğurları bol olsun. Buyur. Hər ikimiz bilə-bilə nədən belə qalxdıq selə, göz yaşımız dönüb selə. İndi günah nə səndədir, nə məndə. Hər ikimiz bilə-bilə nədən belə qalxdıq selə, göz yaşımız dönüb selə. İndi günah nə səndədir, nə məndə. Güneylərdə ələlərdi, quzeylərdə ələlərdi. Məhəbbətlə dinlənərdi. İndi günah nə səndədir, nə məndə. Güneylərdə ələlərdi, quzeylərdə ələlərdi. Məhəbbətlə dinlənərdi. İndi günah nə səndədir, nə məndə. Deyim ki, iqtisadçılar arasında gördüyüm ən gözəl müğənnisiz. Hələ ki. İqtisadçılar arasında müğənnidir, yəni bunu dedim də qardaş. Aha, buyurun. Məsələn, bir var ki, ritmik yəni bu ritmdə oxuyasan. Bir də var ki, biraz cəld ritmdə oxuyasan da. Başa Şair müəllim, düşdünüz? biz dedik xalq musiqisi, Bəli. bu klassik Siz də yenə, Azərbaycan klassik, xalq musiqisi. bir mahnıya Xalq müraciət mahnılarından elərsiniz. Nəyə bilirsiniz Vüsal? Biz oxuduz təbii ki, öz janrınızda oxuduz. Təbii ki, Abbas Əhməddən oxuduz. Salamlayırıq Abbas Əhməd də böyük sənətkardır və möhrünü vurmuşdu mahnının. Orada da detonlarımız oldu. Təbii ki, işdə düzələcək. Hərçənd ki, indi dedilərsə ki, xalq musiqisi ifa eləyin. Bu xalq musiqisi deyil. Yəni biz sadəcə olaraq ki, yəni müəyyən motivlərdə sizdə gələcəkdə bizim olacaq muğam həftəmiz, bizim olacaq klassika həftəmiz, bizim olacaq müasir musiqilərimiz. Biz sizdən rica edirik bir xalq mahnısı məsəl üçün oxuyardınız. Olar.
Əziz tamaşaçılarımız, Solo Star 3 yarışının Bəhrəm seçimindəyik və Bəhrəm mahnısı istedadlı deyil. gənclərimiz öz istedadları nümayiş etdirirlər. İfa ilə. Pəncərədən daş gəlir. Pəncərədən daş gəlir, Şuşanın dağları, Qaçaq Nəbi, apardı sellər saranıb. Yəni bunlardan bir xalq mahnılarından birini ifa et. Oxu. Sarı gəlin. Oxu, ürəyinizdən nə keçir, oxuyun. Saçın ucun hörmezler gülü sulu vermezler sar gelin. Saçın ucun hörmezler gülü sulu vermezler sar gelin. Bu sevdanı seni mənə verməzlər, neyləməm aləməm. Aydındır. Əyləş. Kifayətdir. Kifayətdir. Təşəkkürlər, təşəkkür, Maraqlı Vüsal. səs diapazonu da var uşağın. Çox Qeyd edərim maraqlıdır. ki, Nuranə Aha, xanım, buyurun, buyurun. Vüsal roku seçib, bilmirəm niyə, amma ifa elədiyi mahnılar içərisində yeganə Bəli, sarı gəlin xaricsiz, o. detonsuz oxuduğu mahnı idi və Sarı gəlin, ana bəli. xəttdən çıxmadı və heç bir improvizalara əl atmadı digərləri kimi. Çünki bilirsiniz ki, mahnı necə yazılıbsa elə ifa eləmək lazım. Böyük sənətkarlar əgər yazırlarsa, ora əlavə notlar Elxan eləmək müəllim çox lazımdır. düzgün qeyd edirsiniz. Bəlkə özünün də Təbrik xəbəri edirəm, yoxdur. Vüsal. Xəbəri yoxdur ki, bəli, özünün xəbəri yoxdur ki, o xalq janrında, xalq üslubunda mahnılar oxusa, onda daha yaxşı anlar. Nəinki belə rock üslubunda mahnılar deyirsiz. Vüsal, sən öz xəttini hələlik saxla, sonra baxarıq. Əla. Növbəti iştirakçımız bizim, daha doğrusu bizim bugün seçim turlarına qatılan Sərxan. Buyurun, Sərxan bəy, buyurun əziz tamaşaçılarımız. Siz də istedadınıza güvənirsinizsə, mənim əzizlərim 051 589 29 43 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz, qeydiyyatdan keçə bilərsiniz və siz də MTV Azərbaycanın efirində öz çox milyonlu tamaşaçılarınızı tapa bilərsiniz. Sərxan hazırıq. Aha, buyurun, özünüz haqqında məlumat verin. Öncelikle salamlayıram bütün değerli güzel münsiflərimiz, xoş gəlmisiniz. Hər biriniz bizim gözəl. O heç. Biz olsa hər birimiz xoşdur bura, siz xoş gəlmisiniz. Ya aramıza yeni qatılanlar da var. Onlar da. Qeyd edelim, dəyərli münsiflər, Elxan müəllim, mən də xoş gəlmişəm. siz də xoş gəlmisiniz Nuranə xanım. Siz o qədər xoş gəlirsiniz. Mənim sevdiyim rənglərdən biri qırmızı rəng. Nuranə xanım qırmızı giyinədir, qardaşın sağa qurban. Elxan, Mən bu oğlanı Sərxan tanıyıram. belə dedi də, indi Mən bu Sərxanı tanıyıram. Tanıyırsınız? Belə ifasına, bəli. Çünki Sərxan bu müsabiqədən öncə Respublikamız hüddardan kənarda da bir müsabiqəyə getmişdi və ifasını bəyənirəm, açıq edeyim. Ona görə mən pas, siz danışacaqsınız, siz rədd edəcəksiniz. Məni aramı vurmayın Sərxan. Çünki məni izləyir o. Məni izləyir sosial şəbəkələrdə məni izləyir, bütün də videolarımı like edir. Ona görə siz deyəcəksiniz. Amma bugün burada gördünüz Sərxanı. Bəli. Böyle değerli güzel sənətkarımız da həqiqətən İlxan Qaraxanoğlu. Çox sevirəm sənətini. Sizlər də bizlər üçün özəlsiniz hər zaman və eyni zamanda Mustafa'nın tamaşaçılarını salmayıram. Ekran MTV başında. Azərbaycan. MTV. İfaya keçək. Mənə elə gəlir vaxtı var, ifaya keçək. Yox, bir özü haqqında məlumat Seçilsən versin, əgər Şahin tanımaq müəllimə hər istəyirik. deməzsən. Özün haqqında bir balaca, da uzadıma da. Bəli. Deməli, professional heç bir universiteti bitirməmişəm. Yəni ali təhsiliniz Bəli, yoxdur. yox, ali təhsilim var, sadəcə başqa bir yöndədir, başqa sahədədir. Və yəni bir də uşaq musiqi vaxtı təhsiliniz 2000-ci ildə, təxminən 2000-ci illərdə Əfsər Cavanşirov adında Bənövşə Şah xoru olub. Yəni ki, xatırlayırsınız, orada oxumuşam, 2 il xor təhsili almışam. Ki o da nəyə görə səsini yəni düzgün, belə deyim, normasında olduğu Mən üçün. yanılmadım da, çünki səhifənizdə görmüşəm ki, hansı bir müsabiqədə olmuşsunuz bu Bəli, müsabiqədən bəli, öncə. müsabiqələrdə olmuşam, adını Onu çəkməyəcəm deyirsiniz. amma. Məni yalançı çıxarmayın, çünki mən dəqiqliklə Yox, sadəcə belə deyim, həm Nuranə xanımın, həm belə deyim, özünüz şəxsiyyət olaraq çox sevirəm, həqiqətən. Onu kim sevirsə mən qısqanırım. Mənim bacım məndən başqa heç kim sevə bilməz. İfanı elə. Tamam, o zaman keçək ifaya. Keç ifaya. Mən qurtluyam. Kameralar burada dayanıb. Bizə belə də danışa bilərsən, problem deyil. Tamaşaçılar səni görsün. O zaman keçək musiqimizə. Bəli, bəli, buyur. Mikrofonumuzu dəyişək.
İstəyirəm ki olanlar qəlbimdə sir kimi qalsın. Bəzi sözlər vardır ki hər kəsə açıb demək olmur. Odur ki sən də soruşma səbəbini, söyləmərəm onsuz da söyləsəm artıq. Heç bunların mənası yox, olanları gəl unudaq bir dəfəlik. Odur ki sən də soruşma səbəbini, söyləmərəm onsuz da söyləsəm artıq. Heç bunların mənası yox, olanları biz unudaq bir dəfəlik. Azərbaycan Respublikası Xalq artisti Röya xanım repertuarından idi. Digər bir mahnı. Çünki vaxtımız azdır, şarkıda çox. Sərxan, muğam ifa edə bilirsiniz yoxsa? Bir parça oxuyun O baxın. özü üçün kadrlar yığır, ona görə muğam. Yox, hələ kadrdan söhbət getmir. Estrada müğənnilərinin muğam oxumağı şirin olur. Mən al keçər, ömür bu dünyada gərək. Sadəyə mən al keçər, ömür bu dünyada gərək. Şöhrətə vurğun oluyor, buymaya sana da gərək. Hər kəsin könlün alır, qəlbin şad eyləyəsən. Sadəlik bir yaraşırdır, olasan sadə gərək, olasan sadə gərək. İştirakçılar bir söz deyəndə, mən muğam ifa edə bilirsiniz sualın verəndə, o demək deyil ki, mən bunu aşağıdan oxuyum, amma muğamı oxuyum. Bu muğama səs də lazımdır, düzdürmü? Siz hər hansısa bir bəstəkar mahnısı ifa edirsinizsə, o mahnıya hansı ki səs heylə sən deyən o qədər lazım deyil, orta registr ya aşağı registr səsdə ifa edə bilirsiniz. Amma muğamın öz səsində ifa etmək lazımdır, düzdürmü? Məsələn, digər iştirakçı səndən 3 ton zil yuxarıda oxusa, sənin səsin kölgədə qalacaq. Gəlin belə deyək, Sərxan, sən türk tamaşaçılarını ağlatdığın bir mahnını görmüşdüm sənin səhifəndə. Bəlkə onu səsi göstərərsən bu bizim gözəl münsiflərimizə. Ən zil tonları, tizləri götürürsən. Ondan əlavə səndə zəngülə də olmalıdır, muğam oxumaq istəyirsənsə. Ümumilikdə deyirəm ki, yəni muğam ifa sualını verəndə, yəni o demək deyil ki, mən aşağıdan oxuyum, amma muğam oxuyum. Yəni səs də lazımdır. Göstər, Sərxan, seçim turudur. Baxın, seçim turları hörmətli iştirakçılarımız. Birinci tur olacaq, ikinci tur olacaq. Ona görə bacardıqca bugün fikirləşməyin ki, gələn dəfə göstərərəm. Bugün həm tamaşaçıya, həm münsiflərə. Mən buyam, mənim istedadım budur. Bütün bazamızı göstərin. Ən gözəl ifanızı göstərin. Buyurun, buyurun Sərxan, buyurun. Türk mahnılarının ən gözəl ifaçısı İlham Qaraxanoğludur. Mənim üçün. Bir an dayanamam bu dünyaya, yaralanam. Gitme sonum olur diyen dilim, kalbin yalan, vedan yalan. Bana aşktan söz etme ne olur, senin sevdan dünya. Sağ ol Sərxan, sağ ol. Bunu oxu da bəyəkdən, bunu oxu da bəs. Yox, mikrofonu, o biri mikrofonu götürür, zəhmət olmasa. Yox, zildən oxumaq qışqırmaq demək deyil. Mən çox üzr istəyirəm, həqiqətən. Çox adam deyir zildən qışqırmaq. Biraz oxumaq zənn eləmirəm. Mən elə cür qəbul eləmişəm, o bir aksiyoma kimi qəbul eləmişəm. O yüzdən çox qışqırmağı sevmirəm həqiqətən ona görə. Bilirsən necədir? Elə mən onunla razılaşa bilmirəm ki, laf sənətkarlarımız da deyir qışqırırsan. Əgər qışqırmasan bu heyratını kim oxuyacaq? Mənsuriyəni kim oxuyacaq?
Təbii o da doğrudur, amma Yəni Yox, mən sizdən məzun. oxumaq Bura gəlmisinizsə, siz artıq öz səsi göstərməlisiniz. imkanlarınızı göstərin. Qışqırmadınız, təmiz beyin və sinə səsindən mükəmməl, möhtəşəm oxudunuz. Yəni sizə şamil eləmir müəllim. Yəni xaric də oxumadı. Xaricdə oxumadınız. Mən baxmışam səhifəsinə, izləyirəm bu oğlanı ki, bilirəm. Hə, sizin izləyiciniz artıq burada var da deməli, qardaşımsan. Mən düz deyirəm də. Mən 35 il belə verməmişəm ki. Düzdür qadınlarım, düzdür. İndi baxarıq da çəkəvir eləyərik də, biz seçəcək seçməyəcək hələ bilmirik. İstəyirsinizmi? Sərxandan başqa bir ifa istəyiniz varmı? Yetərlidir, hər şey oxudu demək. Muğam da oxudu, estrada da oxudu. Kifayətdir. Təşəkkür edirik Təşəkkür Sərxan. edirəm, siz. Təşəkkürlər. Əlinize sağlık, Əziz tamaşaçılarımız, bir daha telefon nömrəmizi diqqətinizə çatdırmaq istəyirəm. 051 589 29 43 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Əgər istedadınıza güvənirsinizsə, buyurun MTV Azərbaycan bax bu studiyanı verir sizin ixtiyarınıza. Gəlin, çox milyonlu tamaşaçıların qarşısında istedadınızı göstərin. Demək belə, Natiq Natiq Kərimov buyursun gəlsin bizim seçim turlarına qatılan Natiq Kərimov özü haqqında məlumat versin. Görək Natiq. Amma qısa məlumat verin, vaxtımız bizə. Hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Öncə bu müsabiqəni təşkil edən rəhbərliyə dərin təşəkkürümüzü bildiririk və sizlərin hər birinizə dəyərli müsbərə dərin təşəkkürümüzü bildiririk ki, biz cavanlara, yeniyetmələrə belə dəstək olursunuz. Bizlər də öz bacarığımızı çalışdığımız qədər göstəririk. Mənim özüm musiqi təhsilim yoxdur, ancaq Anar müəllim var bizim, Ağdamlı Anar müəllim bizim öz yerlimizdir. Dostumuzdur. O mənə bir ay dərs keçib, bir ay. Ondan sonra mən ailə vəziyyətinə görə təhsil ala bilməmişəm, ancaq özüm də Qarabağlıyam, Ağdamlıyam inşallah. Ağdamlısansa sən də səs olar da. Buyur görək. Yox, ailə vəziyyətinə görə, yəni ailə imkan vermədi davam elətdirəsən, ona görə getdin də yəqin. Xeyr, müəyyən sıxıntılar var idi. Ona görə mən vaxt ayıra bilmədim. İşi rayondaymış da, yəqin ki işləriniz rayondaymış. Bəli, işlər. İndi siz Ağdamdan gəlmisiniz, Sən də əfətdidənsən, yoxsa? Yox, mən Işıqlar kəndinənəm, Qərbətdənəm. Qərvənd. Bəli. Neçə yaşın var? Şəmilin kəsi. 37 yaşım var. 37 yaşın. Ay maşallah, ay maşallah. Maşallah gününüz olsun. Onda deməli siz Ağdamda doğulmusunuz. Bəli, mən Ağdamda Köçkünlük həyatı Qərbənd yaşamısınız. kəndində Işıqlar Sovetliyində doğulmuşam, bəli. Aha, başa Elxan düşdüm. müəllim, məncə səsin puxtələşdiyi vaxtdır da, indi 37 yaş, hə? Siz qəribçiliyə salmayın Elçin müəllim. Mən bayaqdan müşahidə edirəm. Qardaşın çox gözəl ritmi var. Çünki mən orada alqışlayanda, zatakt eləyəndə o da mənimlə bərabər idi. Çöndüm belə baxdım. O da belə baxdı ki, mənə görsən nə olub ki, Elxan mənə belə qanlı baxır. Ritmimiz çox gözəldir. Adam lap Qarabağlı olmaqsa, çünki bugün hər yan Qarabağdır. Qarabağ Azərbaycanlı və Qarabağlı balaları burada. Eşq olsun Qarabağımıza. Siz ümumiyyətlə indi müğənniliklə hardasa məşğul olursunuz? Mən hal-hazırda bəli restoranlarda çalışıram, həm aparıcı, həm oxuyan, yəni toy ümumən. Çörəyimiz oradan gəlir də. Yəni məclislərdə iştirak edirsiniz. Bəli. Buyur Natiq, buyur. Oxu görək, qardaş. Küllümün sirdaşısan, necə unudum səni. Gözlərimin yaşısan, necə unudum səni. Küllümün sirdaşısan, necə unudum səni. Ah, gözlərimin yaşısan, necə unudum səni. Ürəyimdə qorundun, saçlarımda dən oldun. Alnımın qırışısan, necə unudum səni. Ah, ürəyimdə qorundun, saçlarımda dən oldun. Alnımın qırışısan, necə unudum səni. Ah, necə unudum səni. Nə oldun? Qorundundu yoxsa qor oldun? Qor bilirsiniz nədir? Yox, ürəyimdə qor oldun, qor. Qor oldun. Ürəyimdə qor oldun. Əslində hiylədir. Digər başqa nəsə bir şey oxu da Natiq. Qarabağ oxumalı olmadı. Qarabağ şəhərsəs oxuyarlar.
Oxu da, oxu görək. Bəs gəldin dedin Ağdam, Qarabağ, Ağdamın adını Ağdam çəkdiyin deyə belə zaman şey səs oxuyursan ki. göstərməlisən. Hə. Əzməy balam Qarabağ, Şəki Şirvanədə balam Qarabağ, fələk vay vay, fələk Əzməy balam oyan gül, oyanədə balam bülbül oyan gül, ana göz ala göz, oyana Olmasın bu olsun da deyirəm. Bu başqa məsələ. Sonra nəsə növbəti bir ifa, nəsə Mən istəyirəm istəyirsiniz? müasir O xalq üslublu oxuyandı. Yəni estrada natiq. Yo, təbii ki, toxunmayın. Mən sizə bir xahişim var. O dönəmlərdə indi kimin üçünsə mahnı yazır, kimsə gedib mahnı oxuyursa, o vaxt bəstəkarlar məhz müğənni nəzərə tutub mahnını yazırlar və o mahnının ilk ifaçılarından biri də Flor xanım Kərimova. Çünki ondan sonra o möhrü vurmuş mahnılar bizim ifamıza, elə mənim də ifamda biraz belə qəribçi səslənir. Amma bu bölümdə, xalq bölümündə möhtəşəmsiz və elə davam edin. Biraz da oynaq bir şey oxuya bilərsiniz xalq üslubda. Bir də bir söz İrəli əlavə gəl, edeyim zəhmət ki, Elxan müəllim, deməli Natiq, sizin o mahnını oxudunuz, könlümün sirdaşısan. Belə deyəndə o sizin boğazınız üçün deyil. Yəni sizin üslubunuz o deyil. O İşte o Azərbaycan kök də Natiqin kökü Respublikasında, deyildi. həm Qarabağda belə deyil, həm də Azərbaycan Respublikasında 7 ilini oxuyan, yəni yek insan Tacir Şahmalov oğludur ki, yəni istər türk oxusa, istər Azərbaycan estradası, klassik estrada, ondan sonra muğam oxusa, o yəni o kişinin səsində hər birisi cəmdir. Tacir Şahmaloğlu salamlıyıq Tacir müəllim də. Yəni Siz yenə yerli-pərəstlik eləyirsiniz. Muğam üslubludur. Yenə yerli-pərəstlik eləyirsiniz. Şaiq müəllim. Yəni burada adlar adlandırmaq, o insan da bu mahnını necə unudum sən oxusaydı, o da yəni onun ötəsindən gələ bilməyəcəkdi. Adını çəkdiyiniz insan. Çünki onun Hacı janrı Şahmaloğlu. deyil. Onun janrı deyil. Mən açıq deyirəm. Çünki vokal var və Mən də adım Şaiq kimi əminəm ki, yəni bir yeganə oxuyun bir dənə necə unudum səni. Oxuyun Şaiq. Azərbaycan Respublikasında Oxuyun bir dənə zəhmət olmaz. Pedaqoqsuz oxuyun bir dənə necə unudum səni. Oxuyun. Oxuyun da zəhmət olmaz. Mən nəyə deyirəm? Mən o mahnını ifa etmirəm. O mahnı. Yox, bəs deyirsiniz ki, falan. Axı bu estrada janrında yazmış mahnılar var ki, necə unudum səni. Mən Natiqə deyirəm ki, bu gecə orada götürüb orada xalq boğazları eləyirlər. Olmaz. Olmaz. Yəni estrada xalq boğazları eləmək olmaz. Mənim fikrim deyil bu. Belə yazmışsınız belə. Fikir Təmirovda mən ağıllıyam, orada götürüb əlavə eləyim. Siz deyən bir dənə məsələn həmin Tacir Şahmalov oğludur ki, Azərbaycan Respublikasında bütün janrların öhdəsindən gəlir. Mənim əzizim. Amma sizin səsiniz sırf belə deyək də Qarabağ şikəsəsinin öz yeri haradır? Liya kökü. Ay sağ olun. Siz hardan oxuyursunuz onu? Liyadan da oxuyuram. Əlavə edirsiniz ona, improvizalar edirsiniz? Nə barədə? Siz Xan Şüniskidə ağıllı deyilsiniz ki, Seyid Şüniskidə ağıllı deyilsiniz ki, ora əlavələr eləyəsiniz. Qardaş, Bu estrada əlavələr eləmək, boğazlar eləmək olmaz. Xalq boğazları eləmək olmaz. Dəqiq yazılıbsa dəqiq oxunmalıdır. Ana xəttdən çıxmaq olmaz. O boyda Emin Sabitoğlu bilməyib ki, orada fikrimdə ayrılır. Siz mənim sözlərimi belə şeylər elə olmaz belə şeylər. Təzə barışmışıq, gəlin dalaşmayaq. Qonaqlıq versə sizi Əsəbləşmiş barışdıraram. hörmətli münsiflər heyəti. Bir balaca da ritmik nəsə ifa edin, bir balaca. Məsələn, mənə çox maraqlıdır ki, Natiq deyir ki, mən el məclisləri aparırsınız da, düzdür? El məclislərini aparanda ən çox bəyənilən, ən çox sizə məxsus olan ifa nədir ki, onu oxuyanda hamını qaldırırsınız ayağa? Amma çox necə mahnılar var ya, yayılıb aləmə, onları oxumayasınız. Yəni, el məclislərində onları oxuyurlar, onları yox. Mən aşırı. Hə. Sevirəm çəməndə gülü çiçəyi, Gəldə ilk bahar xatırla məni,
sevirəm çəməldə gülü çiçeği. Genelde iş bahar hatırla beni. Hepsi yanağına dala küleye. Hepsi yanağına dala küleyi. Sen de güzel yar hatırla beni. Sen de güzel yar hatırla beni. Ay var ya da sal beni, ya da sal beni. Geçmiş hatirelerden hatırla beni. Her bağın, her bahçanın bir bülbül şeydası var ay aman. Her bağın, her bahçanın bir bülbül şeydası var. Her duyan kalbin azizim gizli bir sevdası. Əyləş. Çox sağ olun Natiq. Əyləşsin. Əyləşsin. Aha, fikriniz necə oldu Natiq haqqında? Hə? Natiq, yenə deyirəm, həyəcanlı ola bilər, efir həyəcanı ola bilər, təbii ki, amma ritm mahnının özəyi də, əgər ritm düzgün verilmirsə, bu mahnının ahəngi bu deyil axı, yəni həddən artıq hərəkətli olur ritm. Sevirəm çəməndə gülü çiçeği. Nə deyim, yerisini görüb yəqin istədi ki, biraz razqom götürsün. Sən bütün talışları dəstəkləyirsən, mən də bütün Qarabağlıları nətər eləyəm. İndi gör aralarında talış olan var. Azərbaycanımızın hər yeri güldü, çiçəkdir. Sağ olun, mən də onu deyəcəkdim. İstedadları dəstəkləyin, istedadları. Əziz tamaşaçılarımız, Bizim talışların arasındayım, bu da Bəli, bana gör. Yox, bizə istedadlı gənclər lazımdır. İstedadlı gənclərimiz Azərbaycanımızın, mən ona görə sevinirəm ki, bütün bölgələrindən solostlara gəlirlər. Mən sizə təşəkkürümü bildirirəm və hər bölgənin də özünə məxsus folkloru, özünə məxsus xalq yaradıcılığı və bütün belə deyim musiqimizə o sanki bir çələngdir Azərbaycan musiqisi. Bax, hər bölgəmizin bir bənövşəsi, bir laləsi, bir yasəməni, bax bizim istedadlı gənclərimizdir. Şair müəllimi seçirlər axı, bilmirəm niyə. Reklamlara ayrılırıq, əziz tamaşaçılarımız, reklamlardan sonra yenə solostlarda görüşürük. Davam edirik, əziz tamaşaçılarımız. Solo Star 3 yarışının seçim turlarındayıq. İstedadlı gənclərimiz buradadır və tək-tək həm münsiflər heyətinin qarşısında, həm də siz dəyərli tamaşaçıların qarşısında öz istedadlarını nümayiş etdirirlər. Bu arada elə gənclərdən danışmışkən, mən gənclərimizin nəzərinə çatdırmaq istəyirəm, xüsusilə abituriyentlərin. Dəyərli abituriyentlər, əgər sizdə xaricdə təhsil almaq istəyirsinizsə və o xaric dediyimiz ölkə, qardaş Türkiyəni nəzərdə tutursunuzsa və qardaş Türkiyədə ən gözəl, ən tanınmış universitetlərdə, özü də elə universitetdə ki, o universitetdən alınan diplom Azərbaycanda tanınır. Bax, belə bir universitetdə təhsil almaq istəyirsinizsə, onda yolunuzu Globus xaricdə təhsil şirkətindən salın. Anar Kazımova müraciət edirsiniz, çünki Anar Kazımov uzun illərdir ki, bu sahədə artıq ixtisaslaşıb və uzun illərdir ki, xaricdə təhsil almaq istəyən abituriyentlərimizə, gənclərimizə dəstək olur. Və valideynləri daha çox bir məsələ maraqlandırır. Məsələn, mənim övladım qardaş Türkiyəyə getdi, görəsən, bu övladımla orada heç bir yaxın qohum, əqraba yoxdursa, kim maraqlanacaq? Bax, bu sualla biz də hər zaman Globus xaricdə təhsil şirkətinə müraciət edirik və Anar müəllim söylüyor ki, bizim xəttimizlə qardaş Türkiyədə istənilən universitetdə təhsil alan bir Azərbaycanlı gəncimiz, bir Azərbaycanlı tələbəmiz universiteti bitirib vətənə, Azərbaycana dönən günə qədər biz onunla əlaqədar oluruq. Bütün onun işlərində Globus xaricdə təhsil şirkəti olaraq onun yanındayıq, ona dəstəyik. Bu çox önəmlidir. Valideyn üçün bu böyük bir etimaddır, böyük bir etibardır. Ona görə siz də, əziz tamaşaçılarımız, övladınızı gözəl təhsil almağını istəyirsinizsə və bu 4 ili, 5 ili rahatlıqla başa vurmağını istəyirsinizsə, yolunuzu salın Globus xaricdə təhsil şirkətinə. Anar bəyə dərin təşəkkür
təşəkkürümü bildirirəm. Belə, hörmətli münsiflər, əhval-ruhiyyə necədir? Möhtəşəmdir. Yaxşıdır. Siz bizim himayədarlar hər zaman. Əslində, əziz tamaşaçılarımız, bugün seçim turlarında gələn, iştirak edən gənclərimizin, belə deyim, hər birinin səsi, mədəniyyəti, tərbiyəsi, davranışı mənim çox ürəyimcə oldu. Sizi bilmirəm, mən çox bəyənirəm, çox gözəl. Təşəkkürümü bildirirəm bizi seçdiyinizə görə, dəyərli istedadlı gənclər. Solstar 4, 5 bundan da həmişə Solstar 2-də dedi ki, möhtəşəm seçimlərə gələn uşaqlar var, qardaşlar var. Amma bugün doğrudan da hər biri günü-gündən elə bir Solstar inkişaf edir və güclü ifaçlar gəlirlər. Bizim bir seçim turlarına qatılan gəncimiz var, Adəm İpəkçi. Buyursun. Adəm İpəkçini yaxından tanıyaq, əziz tamaşaçılarımız. İpəkçi familyası. Efendim herkesin hayırlı akşamı hayır olsun. Ay, hoş selamlıyorum. gelmişsiniz. Buradan kardeş ülkeden buraya kadar geldiğim, beni buraya davet eden MTV'ye yetkililerine, siz değerli müsifler heyetine huzurlarınıza teşekkür ediyorum. Bizde hani iki devlet bir millet anlayışı var. Ben Var. o artık iki devlet bir millet anlayışını bırakalım da biz artık kardeşiz. Ben öyle görüyorum. İnanın 17 yıldır sahnelerdeyim. Ben ilk defa böyle heyecanlanıyorum. Değerli Heyecanlısınız. müsifler hayatının kabağında vallahi çok heyecanlıyım. 17 ildir Türkiye'de səhnədəsiz. 17 yıldır Azerbaycan'dayım. 17 Azerbaycan'dasınız. yıldır Azerbaycan'dayım, 14 yıldır sahnelerdeyim. Aha. Ama şimdiye kadar elimin titrediğini ilk defa görüyorum. 17 üstündə bir də 17 gəlgin, hə? Heyecanlısınız. Onda belə çıxır ki, Adəm bəy, siz heç vaxt yarışlara qatılmamısınız. İlk programım. Neçə yaşınız var, sahne. hansı şəhərindən siz Türkiyənin? 43 yaşındayım, Iğdırlıyım. Iğdırlı. Türkiye'nin Iğdır. Bir tarafım Azerbaycan kökenlidir. Evet, bir tarafım Azerbaycan kökenlidir. Aha, bir tərəfi Azərbaycan Əlbəttə ki, kökənlidir. Azerbaycan da bizim Elə, canımızdır, Türkiye de bizim canımızdır. bir dəfəlik deyin ki, Naxçıvan elindən. Burada musiqi ilə məşğulsan, yoxsa Bəli, bəli, musiki. Türk halk müziği ses sanatçısıyım. Gözəl. Hem Azerbaycan musikilerinde yani muğam olmasa da ama Musiki elimden geldiği təhsiliniz kadar. var. Musiki təhsilim yok, Allah vergisi şükür müəllim. Bir sesimiz var. İnşallah beğenirsiniz. Buyur, keç ifaya. Çox gözəl. Qardaş, Türkiyədən Solo Star yarışının seçim turlarına qatılan Adəm İpəkçini dinləyək, əziz tamaşaçılarımız. Ben ilk önce uzun havayla başlamak istiyorum eğer izniniz olursa. Ah yaradan var, yeri göğü kardeş yaradan var. Ay, 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 ay. Mağrulanma padişahım, mağrulanma padişahım, seni de benim gibi yaradan var. Tabip sen elleme benim yaramı, beni bu dertlere salanı getir. Kabul etmem bir gün eksik olursa, benden bu ömrümü alanı getir. Yetarımı getir. Saçlarını yolu getir. Teşekkür, Adam, teşekkür, digər. teşekkür. Aha. Aziz dostum benden küsüp incidi, ayrılıp yat kimin çıktı evimden. Aziz dostum benden küsüp incidi, ayrılıp yat kimin çıktı evimden. O gelen yerleri ot basıp indi. O gelen yolları ot basıp indi. O gidip kalmışam hasretinde ben. Dost gidip kalmışam hasretinde ben.
Neceleme koşum nece dilenim Dost gidip özüme gelebilmirem Musiqiçilərimiz çox xahiş edirəm, diqqətiniz münsiflərdə olsun. Aha, buyurun. Adəmin maşallah həqiqətən yaxşı səsi var. Biraz səsində bir kərə o qaçmaqlar, o da həyəcandandır, özü dedi də. Uzun mahnı muğam deməkdir, Hicaz eləmək Onlarda istədi. muğam. Atdı bizim Şura, Azərbaycan Şurun. Amma Hicaz bölümündə orada bir-iki yerdə bəli səs qaçmalar oldu. O uzun mahnı, yəni hər kəsə asan gəlir. Yəni uzun mahnı dərkən hamıdır ki, uzun mahnı görsən nədir? Muğamdır. Və təbii ki, sintezədədir Şuradan Hicazı. Onu siz daha yaxşı bilər, çünki mən vokalistəm. Amma anlayışım olduğu üçün musiqi nəzəriyyəsindən. Normaldır, möhtəşəm deyil. Amma normaldır, deyirsiniz səhnələr alırsınız, səsinizdə yorğunluq var və bilirsiniz, restoran oxumaqlar insanın nə günə qoyur. Düzgün oxunmursa, düzgün nəfəs alınmırsa və düzgün qidalar yeyimirsənsə, o səsə təsir edir. Belə müəllim də buyurur ki, yararlıdır. Kifayətdir. Mənim üçün kifayətdir. Buyurun. Aha, digər iştirakçımıza keçid ala bilərik. Təşəkkürlər. Adəm İpəkçi əziz tamaşaçılarımız Türkiyədən, Türkiyə vətəndaşı olaraq Azərbaycanda Solo Star 3 yarışının seçim turlarına qatıldı. Xeyirli olsun. Raqif Əzizovla davam edəkmi? Raqif bəy, buyurun. Raqif Əzizov. Özünüzü təqdim edin, zəhmət olmasa. Hər vaxtınız xeyir olsun. Mən də hər birinizi salamlayıram. Ekran qarşısında əyləşən tamaşaçılarımızı salamlayıram. Biz də sizi salamlayırıq. Aha, özünüz haqqında məlumat verin, zəhmət olmasa. Cənub bölgəsindən burada iştirak edirəm. Hardan? Cənub bölgəsi. Cənub bölgəsindən, yardımlıdan. Yardımlı, gözəl yardımlı. Ali təhsilliyəm, amma musiqi təhsilim yoxdur, demək olar ki. İxtisasınız nədir? İxtisasım energetikadır. Energetika. Bəli, hal-hazırda. O sahə üzrə işləmisiniz heç? Bəli, hal-hazırda da işləyirəm, müəllim Çox işləyirəm. gözəl. Onlar bu energetika deyəsən bu işıqla, zadla, tokla bağlı olan. Bəli. İşıqları düzəldəndə yox. Mikrofondan ehtiyatlı olun, çünki energetiklərin enerjisi... Ümumiyyətlə, musiqi ilə necə məşğul olursunuz? Raqib bəy, bəs musiqi ilə necə məşğul olursunuz? Harasa məclislərə mi gedirsiniz yoxsa? Bəli, məclislərdə iştirak edirəm. Musiqidə sadəcə müəllim yanına getmişəm. Müəyyən bir vaxtı müəllimlə məşğul olmuşam. Məsələn, bugün yardımlıda sizi bir el şənliyinə dəvət edirlər. Bəli. Gedirsiniz. Bəli, Aha, iştirak edirəm. yəni yardımlı, belə deyim, tərəflərdə sizi tanıyırlar el şənliklərində. Bunu el şənliyinə aparmasalar işığı kəsəcək. Ona görə məcburdurlar ki, aparsınlar. Özüm Bakıda olurum. Bakıda yaşayıram hal-hazırda. Aha. Buyurun. Dumanlı dağların başında durdum, dumanla özüme bir ximə qurdum. Dumanlı dağların başında durdum, dumanla özüme bir ximə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar qarşımda dastana döndüm, dastana döndüm. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar qarşımda dastana döndüm, dastana döndüm. Deyirlər bülbülə çəməl yaxşıdır, insan üçün nəzar vətən yaxşıdır. Deyirlər bülbülə çəməl yaxşıdır, insan üçün nəzar vətən yaxşıdır. Vahid sorma vətən nədən yaxşıdır, adı gəlcək öldüm, dastana döndüm, dastana döndüm. Başqa nə oxuya bilərsən? Sənin səsində hiss olunur ki, yəni muğama biraz daha yaxınlıq var da. Bəlkə bir muğam oxuyasan, ya bir nəsə, ya şur, ya bir seyca. Payız gəldi, köçüb gedir ilk bahar. Payız gəldi,
Köçüm gelir ilk bahar, bilmem haram, uçup gelir durnalar. Ben bilmezdim, bu dünyada hasret var, senden kalaya, hatiredir ayrılık. Sən harda olsa amma səsin yorğundur. Səsin çox yorğundur. Zəngüləndə qonaq var. Çalış boğazına. O zəngülə elədir ki, o oxuyana yəni belə deyək, vergi kimi verilir. Yəni o oxuyanın boğazında o zəngülə olmalıdır. Zəngülə də mütləqdir. O Əsən müəllim düz qeyd etdi ki, yəni o zəngüləni biraz aç. Olur dildə desək, biraz zəngüləni açıq. Efirdə ilk dəfəsiz. Gizlətmə də onu ağzında. Efirdə ilk dəfəsiz. İştirak etmişsiniz qonaq olaraq. Aha. Əsas nitq təmizdir, tələffüz təmizdir. Sadəcə olaraq ikinci seçimdə Şaiq müəllim sizə tövsiyə elədi ki, muğam oxuyasınız. Orada daha ürəklə oxuyuruz. Nəinki birinci mahnı. Birinci mahnı elə sözünüz qalmış, fikriniz qalmış sözlərin yanında və mahnıdan xaric olmasın deyənə başqa dünyada edirsiniz. Ürəyiniz oxumurdu. İkincidə mən həyəcanlandım. İkincidə ürəkdən oxudunuz və hər şey tamamlandı. Bəli, İlxan müəllim çox düzgün qeyd etdi. Əsas odur ki, xaric oxumadı. Aha. Bir söz deyim. Hə, ümumiyyətlə nə demək istəyirdim? Bayaqdan münsiflər danışırlar. Uşaqların çox sağ olsunlar ki, ümumiyyətlə gəlib seçmisiniz buranı, gəlmisiniz. Belə bu rayon uşaqlarında belə əməlli başlı bir diapazon var o səsdə, maşallah. O dağların suyu hiss olunur da, dağların suyu hiss olunur. Hər bizə yenə uzatırlar, yeyir, sudan içirlər də olmalıdır. Son demək deyil, yəni hamı dedim kifayətdir o demək deyil, ha hamı seçilmisiniz. Hələ bizim o qədər qırğın, hələ siz burada jurnalı görürsünüz bunların arasında. Sonra o seçim turları başlayanda görəcəksən nələr olacaq. İnşallah hər birizə uğur arzulayıram. Gözəl səsim var maşallah. Təşəkkürlər. Və bizim digər iştirakçımız, daha doğrusu seçim turlarına qatılan bizim gəncimiz Novruz Qasımov. Buyurun. Novruz bəy, buyurun. Özünüz haqda da bir məlumat verin. Mən efir qarşısında əyləşən tamaşaçıları salamlayıram və burada münsiflər heyətimizi salamlayıram. MTV kanalının rəhbərliyini salamlayıram və Solo Star yarışının burada əməkdaşlarını salamlayıram. Bu böyük verilişdə gözəl əməkləri keçir hər birisinin. Biz gənclər üçün dəstək olurlar hal-hazırda. Mən Qasımov Novruz, Qarabağlıyam və mən Gəncə şəhərində təhsilimi almışam. 4 nömrəli uşaq musiqi məktəbində Bağırov Vüqar müəllimin tələbəsi olmuşam və sonra Asəf Zeynallı adına musiqi kollecinin tələbəsi olmuşam. Babək Niftəliyevin əməkdar artistimiz, buradan da salamlayıram. Efir qarşısından Allah sizləri var eləsin. Artıq 26 yaşa keçmişəm. Sənəti tam davam elətdirmirəm. Ümumiyyətlə müğənnilik sənətinə məşğul deyirsən. Bir ildir davam elətdirmirəm. Xanəndə meyvəçi kimi tanınıram. Xanəndə meyvəçi mağazam var. Mövsüm Sənani 147-də. Meyvə mağazası. Buradan elə Əhməd dayı Meyvə mağazası. Adı xanəndə qoyub. Oxu, amma meyvəyə dəymə, oxu. Meyvə ilə iş. Meyvə mağazası var. Meyvələrdən 3 meyvə var. Onu başda görüm oxumağa. O mahnını bir meyvələri. Buyur. Ay qız gəzmə aramı, könlüm səndə yaramı, gözlərinə heyranam, Qarabağ maralıya, gözlərinə heyranam,
çox zildən götürdün, səsində çallaşma, qırılma, biraz onu bir ton aşağıdan götürsən daha. Bu arada Asaf Zeynalını bitirib. Mikrofonla. Burada bir balaca, bax, həmən kökdən bir balaca muğam eləyə bilərsən. Ya re şuru eləyərdin, ya do şuru eləyərdin. Bu burada mi şuruydu. Sənin üçün Bəlkə biraz bir oynaq bir mahnı oxusun. Bəli, ritmik bir Aydın nəsə məsələdir, oxu. biz burada muğam müsabiqəsində deyilik və hər bir iştirakçımızdan da muğam tələb edə bilmərik. Sizin ürəyiniz nə istəyir, ifa edin. Sadəcə olaraq istedadınızı göstərin. Buyurun, buyurun. Anam, 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 ey aziz anam. Anam, 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 canım sana anam. Anam, 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 sana kurbanım. Anam, 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 ey aziz anam. Anam, 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 ey aziz anam. Anam, 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 canım sana anam. Anam, 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 balanam anam. Anam, 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 sənə heyranam. Hələ körpəyim. Bəm səsizə eşidə bilərik, bəm səsizə. İki mahnı oxudun, ikisi də elə ordun. Bunu mənə bəm lazımdır. Mən çox üzr istəyirəm İlham müəllim. Novruz, ümumiyyətlə sənin sevdiyin janr, hansı janr üzrə oxuyursan sən? Xalq mahnıları, muğamlar üzrə də. Yəni bayaqdan ancaq deyirəm Şaiq müəllim, Əhsən müəllim bayaqdan ancaq deyirlər muğam oxuyun. Yəni ola bilər ki, sizin heç bu estrada janrıdır. Bunlar sizdən tələb eləyirlərsə onu da deyə bilərsiniz. Qorxmaq, çəkinmək lazımdır. Yox müəllim, o ağzını açan kimi biz bilirik ki, tələb etmirik. Sadəcə biz ifasının nə dərəcədə olduğunu. Estradası var ki, təbii ki, bugün də iş var. Aha, proqramımızın son dəqiqələridir, zəhmət olmasa. Bitməz ey canım, insan muradına yetməz ey canım. Aydındır. Yəni hər bir Təşəkkür iştirakçı edirik. ağzını açan kimi biz bilirik ki, bu nəyə qadirdir. Aha, əyləşə bilərsiniz, buyurun. Mən bugün İcazə versəydiniz mən mənim əzizlərim, siz əslində hal-hazırda bizim Solo Star İstedadlar yarışının əyləşin birinci turun iştirakçılarısınız, birinci turuna qatılmışsınız. Daha sonra ikinci tur və ələnənlər, daha sonra üçüncü turdan sonra artıq biz Solo Star İstedadlar yarışında neçə nəfər ki yığılacaq, bax onların adını açıqlayacaq. Siz hələ ilk olaraq müraciət edənlərsiniz. Proqramımızın artıq son dəqiqələridir və mən əziz tamaşaçılarımız diqqətinizə çatdırım ki, növbəti gündə də biz yenə Solo Star İstedadlar yarışına müraciət edən istedadlı gənclərimizi burada sizin qarşınızda və münsiflərin qarşısında onların istedadını izləyəcəyik sizinlə bərabər. Yetər ki, siz müraciət edin. Buyurun, MTV Azərbaycan hər zaman istedadlı gənclərə öz studiyalarının qapılarını açır. Bir daha telefon nömrəsini diqqətinizə çatdırıram. 051-589-29-43 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Son olaraq sözünüz varmı? Bugünlük bizim işimiz burada bitir, amma işimiz növbəti günlərdə davam edəcək. Bəli, digər iştirakçılara da növbəti verilişlərimizdə dinləyəcəyik də, qulaq asacağıq çox güman üçün. Bir daha hər birinizə təşəkkür edirəm. Nəzərə alaraq iştirakçılara özümü demək istəyirəm ki, gələndə artıq hazır olsunlar. Bilirsiniz ki, hər dəfə münsiflər deməsin ki, bir oynaq, bir klassik, bir estrada. Gəldiniz bu motivləri göstərin ki, biz də sizdən heç nə tələb eləməyək. Sadəcə olaraq vaxtımızda getməsin bu qədər. Çünki qalan iştirakçılar oldu da sabaha, yəqin ki. Ona görə mahnılar seçin, bəm və zillərinizi göstərin. Bu sizin həyatınızı, müqəddəratınızı həll edən etapdır, bu etap. Sonra asan da olacaq. Nə sizə seçəcəksə, Şaiq müəllim göstəriş verəcək, mən göstəriş verəcəm, amma ən şah əsərinizi göstərin ki, ən sizin ifanızı nə bəyənilibsə onu gəlin. Tamamilə doğru. Belə əziz, dəyərli gənclərimiz, sizi burada gözləyirik MTV Azərbaycanda. Buyurun, siz də gəlin istedadınızı nümayiş etdirmək üçün ən gözəl yer, uğurlu yer buradır.
Solo Star 3 yarışında görüşəcəyik sizinlə bərabər. Mənim əzizlərim, həftənin 4-cü günü biz yenə burada Solo Star'ın seçim turunda istedadlı gənclərimizi gözləyirik. İstedadların yarışı Solo Star.